Bunu da nəzərə alaq ki, milyonlarla il sabit bir fikirlə, sabit bir fikir yox, sabit bir həyat tərzi ilə gəlmişik milyonlarla il. Amma son bir neçə 100 ildə, 1000 ildə çox sürətli şəkildə dəyişmişiksə, son 12 min il deyək tutaq. Bəli, beyin buna öyrəşə bilməz axı. Beyin bu qədər sürətli dəyişikliyə adaptasiya olub. Düz adaptasiya oluna bilən bir canlıyıq. Amma bu qədər sürətli şəkildə yox. Sivilizasiya olaraq sanki çaşbaş qalmışıq. Belə deyə bilərik. Yoxluqlar dünyasından bolluqlar dünyasına düşən insan, diskomfortdan komforta gələn insan. Bəli, keçmişdən gətirdiyi o xüsusiyyətləri bu gün nə edəcəyini bilmir. Bəli. Məsələn, ayaq barmaqlarımız kimsə düşünürmü ki, ayaqqabının içində niyə var? Əvvəllər tutaq ki, ağaca dırmaşmaq üçün biz onu tuturduq. Keçirdirdik ağaca ki, çıxaq. İndi nə üçün var? Məsələn, ayaq barmağı, ayağın içi. Misal üçün təbii ki, bu primitiv bir nümunədir, amma yəni bəzi funksiyalar artıq bəzi şeylər öz funksionallığını itirib. Söhbət ayaq barmağından getmir də ümumən deyirəm. İnsan bədənində ümumi olaraq 200-ə yaxın rudiment qalıq var. 200-ə yaxın. Yəni hal-hazırda istifadə etmədiyimiz bədən üzvlərimiz var ki, bu da 200-ə yaxındır. Təkamüldən gətirildi. Məsələn, lap dərinə qayıtsaq, ilk sudan quruya çıxan balıqların, biz bilirik ki, canlılıq ilk dəfə suda yaranıb quruya çıxıb. Bunu necə bilə bilirik? Antropoloji qazıntılarla, gen polimorfizmi ilə, tədqiqatlarla və s. bu cür deyə bilirik. İlk dəfə sudan quruya çıxan balığın süzgəcində 5 sümük olub, ona görə də bu gün əlimizdə 5 barmaq var.